Hər vaxtınız xeyir olsun gözəl insanlar. Yardımla bağlı sonuncu bir video çəkəcəm. Çox yorulmuşam artıq. Mən bu dəyərli vaxtımı bu yardımlar üçün ayıram ki, bəlkə hansısa bir körpəyə kimsə gəlib dəstək olar. Bizim zaten öz yardımlarımız var. Biz bu yardımlarımızı edəcəyik. Bayram ərzaqları alacaq. Bizim özümüzün yardım etdiyimiz ailələr var. Amma biz çalışırıq ki, daha çox insanlara yardım edək. Və atasız körpələr üçün ərzaq yardımı toplanır. Saatlarla otururuq canlıda gözəl insanlar. Kimsə gəlib yardıma qoşulmur. Çünki insanlar yalnız və yalnız özünə pul toplayan insanlar üçün yardıma qoşulurlar. Kim özünə nəsə əşya alır, maşın alır, moped alır, evinə əşya alır, it alır, pişik alır, onlara dəstək olurlar. Amma hansı bir atasız körpələrə dəstək olmaq istəmirlər. Ümidvaram ki, bu video düzgün bir insanların qarşısına çıxar, yardımsevər bir insanların qarşısına çıxar. Videoya 20 bin, 30 bin, 50 bin adam baxır. O 30 bin, 50 bin adamın içində bir nəfər yardıma qoşulmazdı. Ayıbdır vallah. Gözəl insanlar, çox xahiş edirəm, laqeyd yanaşmayın. Bu ikinci videoda mən yardımla bağlı paylaşıram. Birinci videoda 3 nəfər qoşuldu yardıma. Ümidvaram ki, bu videoda 4 nəfər artıq qoşular yardıma. Çox laqeyd yanaşırsınız. Yenə də deyirəm, bizim heç kəsin qarşısında bir borcumuz yoxdur. Amma hər birimizin evladımız var, evimizdə bir körpəmiz var. Bizim körpələrimiz bayram günü və ümumiyyətlə tək bayram günü yox, ac qalarsa da özümüzü qoyaq o ailələrin yerinə. Necə olarsınız, necə hiss eləyərsiniz özünüzü? Zəhmət olmasa, kartı bax burada sabitləyəcəm videonun üzərində. Dəstək olaq. Summanın heç bir fərqi yoxdur. Qoşulaq yardıma. İnşallah ki, yenə də deyirəm, bu video yardımsevər insanların qarşısına çıxar. Düz insanların qarşısına çıxar. İnşallah ki, dəstək olun. Atasız körpələr üçün ərzaq yardımı toplanır.